Bir daha Bakıdakı paraddan danışacağım. Burada deyirlər biz niyə parad eləmirik? Bəlkə çoxunuz bilmirsiniz də parad nə olan şeydir. Parad elə bir şeydir ki, bunu qələbə qazanan tərəf eləyir. Bizdə hansı qələbə var, haran almışıq, hansı müharibəni udmuşuq, mənə bu maraqlıdır. İkinci Qarabağ müharibəsi idi. Orada da girdiyimiz kimi çıxdıq. O hansı bloknotda yazılıb ki, müharibəni udursan, sonra gəlib parad keçirirsən. Gülünc vəziyyətə daha da düşməyək. Bəli, ara sıra silahlar alırıq. Cəmaət indi o silahları görmək istəyirsə göstərərik. Parad kimi yox. Bəli, kolleksiya kimi göstərə bilərik. Özdə bilirsiniz, bizim silahların əksəriyyəti Hindistanınkidir. Muzikal kolleksiya olsun, özdəki hindski muzika. Xatuba, zubi. Onlar niyə olmur? Tankların üstə bağlayarıq. Ayama tanko, disko. Zarafat eləyirəm. Gedin özünüz iş tapın, sənət tapın, nə parad, nə qrat, nə raket. Oturmuşuq, oturaq. Raketi atan atıb, partladan partladıb, məni yenə istəyirsiniz əsə məni zibilə salasınız. Zarafat eləmirəm. Bizə taxılınan sülh lazımdır, başımızı girəliyək. Bizim haramıza, hansı gözümüzə yaraşır ki, duraq, böyün parad keçirəcəm, raket göstərəcəm. Kamu eto nujna. Oturmuşuq, oturaq. Maddə deyən.